Bismillah. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuh. Ötən mövzumuz da qeyd elədik ki, biz tövhidin insan həyatı üçün necə əhəmiyyətlidir. İnsan Allahla tanış olsa həyatı necə olar? Əlbəttə ki də bunu da qeyd etdik ki, Allah Taala bizi yaradıb başlı başına buraxmayıb. Bizi yaradıb bir yol göstərib, bizim üçün, sənin üçün, mənim üçün peyğəmbərlər göndərib, kitablar, suhuflar göndərilib və burada bir məqsəd güdülürdü. İnsan, yəni əslində eşq var da burada. Allahla bəndə arasındakı eşq, Allahın bizə olan eşqi. Yəni məqsəd nədir? İnsanı doğru yolda görmək istəyir Allah. İnsanı xoşbəxt görmək istəyir. İnsanı mənfəət qazanan bir formada görmək istəyir. Allaha bunun bir xeyri var? Xeyr. Allaha bir xeyri yoxdur. Çünki biz Allaha nə bir xeyir verə bilərik, nə də bir ziyan vura bilərik. Ancaq biz özümüzə ziyan vura bilərik. Ancaq biz öz əməllərimizlə özümüzə xeyir verə bilərik. Və Allah Taala da bizə olan eşqindən, bu təmənnasız eşqdən məqsədi budur ki, biz kamilləşək. Adi həyatda ilişib qalmayaq. Ali həyata çataq. Bu gün isə inşallah ki, Allahın izni inayəti ilə tövhidin mənaları barəsində danışacağam. Bura qədər danışdıq. Allah təkdir, bəli. Allahın şəriki var, xeyr. Allah Taala bu aləmi yaradıb, bəli. Yaradıb. Bəs tövhidin mənaları dedikdə biz nə başa düşürük? Şeyx Səduq tövhid əsərində belə qeyd edir. Tövhid Allahın təkliyini təsdiq etməkdir. Və o da yalnızlıq mənasındadır. Yəni insan bilə ki, məni yaradan Allah var və bu Allah təkdir. Onun şəriki yoxdur. O əhəddir. O saməddir. Yəni ehtiyacsızdır. O əvvəldir. O axırdır. O qədimdir. Və hər şeydə də qalibdir. Hər bir şeydə qalibdir. İnsan bunu bilə və bunu da həyatına tətbiq edə, inanın ki, həmin insan məğlub olmaz. Necə ki, biz İslam tarixinə də nəzər salanda görürük ki, elə şəxsiyyətlər olub ki, onlar bəli, hardan hara gəlib çatıblar. Misal üçün, İslam tarixində biz qarşılaşırıq ki, o ki, Məhəmməd Peyğəmbər sallallahu aleyhi və səlləmlə mübarizə aparan insanların çoxu ağıllı insanlar idi. Yəni ağıllı nə mənada? Yəni hesab kitabla işlərini görərdilər. Yəni əslində ağıla ağıl deməzlər. Yəni hiyləgər idilər də, bir növ belə deyək. Amma ki onlar niyə məğlub oldular? Çünki Peyğəmbərimiz Allaha sığınmışdı. İmam Əli əleyhissalam deyir ki, mən Allahı tanıdım, yəni bir növ bizə öyrətmək üçün deyir ki, Allahı tanıdım ki, mən hesab kitab elədim, tədbir tökdüm, Allah Taala gəldi bir anın içində neynədi? Darmadağın elədi o hesab kitabı. Allah Taala istəyir ki, biz xoşbəxt olaq, biz kamala çataq, bəli. Və İslam alimləri də əqidə kitablarında tövhid üçün bir neçə mərtəbə və mərhələ zikr etmişlər. Bu icmali formada zikr olunan kitablar var, yəni icmali formada da, bir də təfsili formada da. İnşallah ki, Allahın izni inayəti ilə mən bu mövzunu 2 dərs formasında aparacağam və məqsədim də budur ki, daha dərindən öyrənək bu tövhid anlayışını. Bir nəfər vardı, mənə dedi ki, tövhid deyəndə onsuz da la ilahə illallah deməkdir. Yəni niyə görə bu mövzunu bu qədər uzadırsınız? İnanın ki, bəzən insanlar dediyi sözlərin heç əhəmiyyətindən varmırlar. Misal üçün biz la ilahə illallah deməklə tövhidi dərk etmək anlamına gəlmir. İmam Hüseyn əleyhissalam deyirdi, insanların din dillərindədir. Yəni din onların dillərindədir. Yəni hələm onu qəbul etməyiblər. Bəzi insanlar belədir. Hətta ateistlər var ki, Allaha inanmır, amma ki misal üçün bundan söhbət edirsən, deyir inşallah görüşək. Deyirsən ki, axı sən ateistsən də, sən Allaha inanmırsan. Necə inşallah deyirsən? Deyir dilim öyrəşib.
Yəni görürsüz, o yəni dildə deyilən söz əslində insanın düzdür, insanın danışığı onun ruhiyyəsindən xəbər verir. Amma ki, hər deyilən sözdə o demək deyil ki, biz eləyik. Yəni mən inşallah deməklə o demək deyil ki, mən Allahın təkliyini, tövhid anlayışını mənimsəmişəm. Yəni dərk etmişəm. Yəni bu belə demək deyil. İlkin olaraq toxunarıq ki, həm Quran-Kərimin işığında, həm hədislərin işığında inşallah ki, mövzuları izah edərik. Birinci zatda tövhid. Zatda tövhid dedikdə nə başa düşürük? Yəni Allah təbarək və təala təkdir, bənzərsizdir, onun şəriki yoxdur, saməddir, yəni ehtiyatsızdır. Necə ki, Quran-Kərimin Şura surəsinin 11-ci ayəsində Əziz Allahımız buyurur, Allah göyləri və yeri yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O eşidəndir, görəndir. Necə ki, biz ötən mövzularda da qeyd elədik ki, əgər nəzbillah Allahın bir şəriki olsaydı, kim ki deyir Allahın şəriyi var, nə bilim Allah 4 dənədir, 5 dənədir. Əgər bu fikri deyirlərsə, bəs həmin Allahların göndərdiyi peyğəmbərlər hardadır? Bir. Bəs həmin Allahların yaratdığı o məxluqatlar niyə görə fərqlənmir ki, bu birinci Allahın yaratdıqlarıdır, bu ikinci Allahın yaratdıqlarıdır, bu üçüncü Allahın yaratdıqlarıdır. Niyə görə fərqlənmir? Və yaxud da ki, Əziz Allahımız bizə Quran-Kərim göndərib və biz də bilirik ki, Allah Teala peyğəmbərlər göndərib, imamət göndərib, kitablar göndərib, suhuflar göndərib və onların heç birində onun şəriki barəsində bir məlumat yoxdur. Əgər şəriki olsaydı, Əziz Allahımız şübhəsiz ki, bunu qeyd eləyərdi. Şübhəsiz ki, bunu qeyd eləyərdi. Niyə görə belə deyək, qeyd eləyərdi? Çünki ədalətlidir. Çünki zülm etməz heç bir zaman. Nə var, onu da deyər. Yaxşı? Və biz gündəlik namazlarımızda İxlas surəsini oxuyuruq. O İxlas surəsi ki, ona Tövhid surəsi də deyərlər. Bismillahirrahmanirrahim. Rəhim və rəhman olan Allahın adı ilə. Qul huvallahu əhəd. Allah təkdir. Allahus saməd. Ehtiyatsızdır. Ləm yəlid və ləm yulad. Doğmayıb, doğulmayıb və ləm yəkulləhu kufuvan əhəd. Tayı bərabəri də yoxdur. Görürsünüz, təkdir, ehtiyatsızdır. Nə doğan deyil, nə doğulan deyil, nə bir övlada ehtiyacı yoxdur ki, necə ki, xristianlar deyir ki, İsa Peyğəmbər Allahdır, o Allahın oğludur, belə fikirlər səsləndirirlər. Və yaxud da ki, mən tarixdə qarşıma çıxıb bəzi insanlara deyərlər ki, bu Tanrının oğludur, yəni belə fikirlər səsləndiriblər. Bunların heç biri düzgün fikirlər deyil. Heç biri düzgün fikirlər deyil. Çünki Allah heç nəyə ehtiyacı yoxdur. Bir övlada ehtiyacı yoxdur və onun gördüyü bütün işlərdə məqsəd var. Əgər ehtiyacı yoxdur, niyə görə bir övlada bir insan yaratsın və yaxud da törəsin, belə deyək də. Axı bunun ehtiyacı yoxdur və Allah Taala da məqsədsiz bir iş görməz. Və Allah Taala'nın da tayı bərabəri yoxdur. Tayı bərabəri yoxdur. Və Quran-Kərimin Zumar surəsinin 4-cü ayəsində oxuyuruq ki, Əziz Allahımız buyurur, o tək olan, qalib gələn Allahdır. Hər işdə qalibdir, hər bir işdə. Necə ki, biz Kərbəla hadisəsinə baxırıq, çox əzəmətli günlər yaşayırıq. Həqiqətən bu günlərdən istifadə etmək lazımdır. İnsanın mənəviyyatına, şəxsiyyətinə, həyatına çox mühüm təsir göstərən günlərdir. Və bunu da qeyd edək ki, Kərbəla hadisəsində biz ötən mövzularda da qeyd elədik ki, elə tövhid yatırdı. Yəni İmam Hüseyn əleyhissalam və onun tərəfdarları döyüşürdülər. Niyə? Allahın dinini diri saxlamaq üçün. Allahın dinini diri saxlamaq üçün. Və məqsəd də bu idi. Nə ki, bəzilər deyir, o taxtaca görə vuruşdu. Bu düzgün fikir deyil. Bunu da qeyd elədik. Yəni, zatda tövhid deyəndə insan başa düşməlidir ki, Allah təbarək və təala təkdir, ehtiyatsızdır, şəriki yoxdur. Belə. Bir də var sifətlərdə tövhid. Bu biraz geniş bir mövzudur və biraz da qəliz gələ bilər. İnşallah ki, izah eləyərəm. Allah Taala'nın çoxlu müxtəlif sifətlərlə sifətlənməsinə baxmayaraq, bütün bu sifətlər onun zatının özü və eynisidir.
Zatının özü və eynisidir. Zat deyəndə yəni mənanın özü və nəfsi başa düşülür. Və məna nədən var olubsa ona zat deyərlər. Zat. Allaha ki o müəyyən sifətləri var. Misal üçün Rəhmandır, Rəhimdir, Rəzzaqdır. Bunlar sifətlərdir də yəni. Bir var zati sifətlər, bir var feili sifətlər. İki qrupa bölünür. Zati sifətlər bu sifətlərdir ki, zatın özü və eynisidir. Niyə görə belə deyək də, sonradan əlavə olunmayıb bu sifətlər? Çünki sonradan əlavə olunsaydı, misal üçün biz deyirik ki, Allah Teala biləndir. Allah Teala biləndir. Bu zati sifətdir və bu zatın özü və eynisini təşkil edir. Əgər sonradan bilən olsaydı, bu yəni Allah Teala nəzubillah, yəni əvvəlcədən bilən olmayıb. Bu nöqsanlı bir sifətdir. Və biz də demişdik, nöqsanlı bir şey ilah ola bilməz. Və sonradan əgər bir sifət zata əlavə olunursa və yaxud da zatdan kənardadsa, deməli Allah Teala ehtiyaclıdır. Və biz də demişdik ki, ehtiyaclı olan bir şey ilah ola bilməz. İlah ola bilməz. Necə ki, Şeyx Səduq Allah Taala'nın sifətləri mövzusunda yazmışdır. Allahın öz-özünə, yəni özündən qeyri nə bir elm, nə bir dirilik və nə də bir qüdrət vasitəsilə bilən, diri və qadir olmasının dəlili budur. Nədir dəlili? Əgər Allah zatından qeyri bir elmlə bilən olsaydı, yəni Allah zatından qeyri bir elmlə bilən olsaydı, onun elmi bu iki haldan xaric olmazdı. Hansı hallarda? Ya bu elm qədim olmalıydı, ya da sonradan meydana gələn. Əgər bu elm sonradan meydana gələn olsaydı, o zaman belə çıxardı ki, Allah bu elmin meydana gəlməsində öncə alim və bilən olmayıb, bayaq dediyim məsələ. Alim və bilən olmayıb. Və Şeyx Səduq buyurur ki, halbuki bu nöqsanlı xüsusiyyətlərdəndir və əvvəldə də qeyd etdiyimizə görə bütün nöqsanlılar, üzr istəyirəm, bütün nöqsanlılar sonradan meydana gələndir. Əgər bu elm qədim olsaydı, o zaman Allahdan başqa bir qədim varlığın mövcudluğu gərəkərdi. Yəni ki, bu zatın özüdür. Nə zatdan əvvəldir, nə zatdan sonradır. Elə zatın nədir? Özüdür. Bəli. İmam Musa Kazım və İmam Rızadan çoxlu yollarla rəvayət olunub ki, dinin əvvəli Allahı tanımaqdır. Dinin əvvəli Allaha mərifət və mərifətin kamalı isə onu tək bilməkdir. Tək bilməyin kamalı isə ondan sifətləri, yəni artıq sifətlər ki var, inkar etməkdir. Misal üçün, Allah Teala fanidir, xeyr, fani deyil. Yəni bu nöqsanlı bir sifətdir. Allah ehtiyaclıdır, xeyr, ehtiyaclı deyil. Yəni niyə görə bu mövzunu bu qədər genişləndirirəm? Yəni boş-boşuna danışmıram. İstəyirəm ki, həzm eləyək. İstəyirəm ki, bilək ki, bizi yaradan Rəbbimiz kimdir? Necə bir varlıqdır? İnsanlar niyə görə bu günlər müəyyən bir hadisələrdə o dəqiqə təşvişə düşürlər? Niyə görə o dəqiqə belə deyək də özlərini itirirlər? Çünki Allah anlayışını dərk etməyiblər. Dərk etsəydilər aram olardılar. Aram olardılar. Bir dəfə feili sifətlər. Bir var zati sifətlər, bir var feili sifətlər. Feili sifətlər isə zatın gördüyü işlərə deyərlər. Bunlar zati sifətlərə nəzərə hadisdirlər. Yəni hadis nədir? Sonradan yaranandırlar. Niyə belə deyirəm? Niyə belə deyirəm? Çünki Allah Teala Rəzzaqdır, ruzi verəndir. Ruzi verəndir. Yəni bunun bir yaratdıqları olmalıdır. Yəni bizlər olmalıyıq ki, bizə ruzi versin. Düzdür. Və yaxud da Allah Teala bağışlayandır. Kimi bağışlayacaq? Biz olmalıyıq ki, bizi bağışlasın da. Biz səhv eləyək ki, bizi bağışlasın da. Yəni biz özümüz sonradan yaranan olduğumuz üçün, qədim olmadığımız üçün, ona görə feili sifətlər də belə deyək ki, hadisdir. Yəni sonradan yaranandır. Və zatın gördüyü bir növ işdir. Və zata gördüyü işdir. Yəni zatın özü deyil də. Biz zati sifətlər deyir ki, zatın özü və eynisidir. Amma feili sifətlər isə zatın özü və eynisi deyil. Zatın gördüyü sadəcə işdir. Misal üçün Quran-ı Kərimdə Əziz Allahımız buyurur ki,
Ən uca sifət isə Allaha məxsusdur, o qüdrətlidir, müdrikdir. Və yaxud da məxluqatı ilk dəfə yoxdan yaradan, sonra onu bir daha təkrarlayan odur. Bu da onun üçün çox asandır. Göylərdə və yerdə olan ən uca sifətlər ona məxsusdur, o qüdrətlidir, müdrikdir. Və yaxud da digər bir ayədə Allah alim və həlimdir. Düzdür, burada həm belə deyək də ümumi sifətlərdən, həm zati sifətlərdən, həm də ki biz fe'li sifətlərdən danışdıq. Misal üçün məxluqatı yaradır, əziz Allahımız ruzi verir ona. Xaliqdir, Rəzzaqdır, Muriddir, Mütəkəllimdir, Təvvabdır. Bu sifətlər nələrdir? Fe'li sifətlərdir. Bəli. Mövzu belə. Fe'li sifətləri də qeyd elədim. Bir də var ibadətdə tövhid. İbadətdə tövhid, yəni insan bilməlidir ki, ibadətə, itaətə layiq olan kimdir? Əziz Allahımızdır. Rəbbimizdir. Ondan qeyriləri heç bir ibadətə və itaətə layiq deyillər. Ondan qeyrilərində heç bir qüdrət və müdriklik yoxdur. Kimdə nə varsa onu verən kimdir? Allahdır. Mütləq qüdrətin, qüvvətin sahibi Allah Teala'dır və belə olduğu halda da ancaq ona ibadət olunar. İmam Əli əleyhissalam deyirdi ki, ibadət edən şəxsə 3 qrupa bölünür. Bir var qulların ibadəti. Qulların ibadəti budur ki, cəhənnəmə görə, yəni ki, cəhənnəmə getməsinlər deyə ibadət edirlər. İkinci qrup tacirlərin ibadəti. Tacirlərin ibadəti nədir? Yəni ki, cənnətə getsinlər deyə, cənnət mənfəət eşqi ilə belə deyək də ibadət edirlər Allaha. Bir də var ki, azadələrin ibadəti. Azadələr o şəxslərdir ki, tutaq ki, gəlib sənə deyirlər, nə cənnət var, nə cəhənnəm var, amma yaradan var. Sən ona ibadət edəcəksən, yoxsa yox? Yəni məsələ budur. Əgər ibadət eləsən, sən azad insansan. Və Allah da bizi belə görmək istəyir. Allah bizi kamil görmək istəyir. Allah Teala deyir, mən insanları və cinləri mənə ibadət etmək üçün yaratdım. Burada məqsəd Allahın ibadətə ehtiyaclı olduğundan söhbət getmir. Bizim özümüz ibadət etməyə ehtiyacımız var. Çünki bizim ruhumuzun ona ehtiyacı var. İnanın sözümə ki, hətta ateist belə ibadət edir. Hətta namaz qılmayan belə ibadət edir. Hamı ibadət edir. Hamı ibadət edir. Məsələ nədir? Məsələ biz Allaha ibadət edirik, yoxsa Allahdan qeyrilərinə ibadət edirik? Ya Allaha ibadət eləyəcəksən, ya tağuta ibadət eləyəcəksən. Mən bunu başqa bir mövzuda qeyd eləmişdim. İnsanda aclıq hissi var da, insan acıyır. Yemək istəyir. Ya halal qidalardan yeyəcəksən, ya da ki, haram qidalardan. Hər ikisində doyacaqsan. Hər ikisində doyacaqsan. Amma biri sənə ziyan vuracaq. Həm ruhuna, həm maddi cismivə. Amma ki, biri səni ucaldacaq. Halbuki belə deyək də, Bismillahla deyirsən, yeməyi yeyirsən. Bax, onun çox böyük təsiri var həqiqətən. Unutmayın bunu heç vaxt həyatınızda. Yəni yeməkdir, sudur. Bunlar içində Bismillahla için. Ümumiyyətlə hər bir işinizdə Bismillahdan istifadə edin. Çünki Bismillah hərəkət və bərəkət mayasıdır. Hər bir işin hərəkət və bərəkət mayasıdır. Yəni ibadətdə tövhid budur ki, insan bilsin ki, ancaq ibadət və itaətə layiq olan Allah təbərək və təaladır. Xaliqiyyətdə tövhid. Yəni insan başa düşsün ki, varlıq aləmini yaradan və ona müəyyən, belə deyək ki, hər müəyyən şeyləri verən kimdir? Allah Teala'dır. Və onun üçün heç bir asan və çətin yoxdur. Asan və çətin yoxdur. Ötən mövzuda qeyd etdim. Deyim bir kişi gəlir, deyir, dua eləyir ki, ilahi mənim misal üçün 100 manat borcum var. O birisi gəlir qıraqdan deyir ki, kişi al bu 100 manatı deyir, mənim duam daha böyükdür. Ya Allah üçün dənizi yarmaqla sənə ruzi vermək arasında heç bir belə deyək də asanlıq və çətinlik yoxdur. Ümumiyyətlə Allah üçün asan və çətin anlayışı yoxdur. Allah ol desə fövran olar. Allah ol desə fövran olar. Quran-ı Kərimə ayələrdir. O xaliq yoxdan yaradan surət verəndir. Və
Bunu da qeyd edib inşallah ki mövzumuzu yekunlaşdıracağam və sualları keçid edər inşallah. Rububiyyətdə və tədbirdə tövhid. Yəni əziz Allahımız o ki ötən səfər cəbir və təfviz mövzusuna toxunduq. Yəni belə deyil ki Allah Taala bizi yaratıb və bizi başlı başına buraxıb. Belə bir şey yoxdur. Və yaxud da ki əziz Allahımız bizi yaradıb tamamilə əlimizdən bizim belə deyək də istəklərimizi mən istəyirəm tutaq ki ibadət eləməyim. İbadət eləmə, amma bu nəticəni dəyişdirmir də. Yəni Allah Taala səndən istəklərini də almayıb da. İstəklərini deyəndə yəni nəyi nəzərdə tuturam? Seçim imkanlarını almayıb. İstəyirsən bu yolu seç, istəyirsən bu yolu seç. Yəni nəticə onsuz da deyilib ki sənə bu yollarla getsən belə olacaq, uçuruma düşəcəksən. İndi istəyirsən get, istəyirsən getmə. Amma Allah Taala bizi yaradıb həm yol verib, həm də bizim seçim imkanlarımız var. Və bu aləmin də yaradılması bir məqsəd güdülür. Yəni məqsəd deyəndə ki, yəni bir məqsədi var. Yəni Allah Taala məqsədsiz bir şey yaratmaz. Nə isə gördüyümüz zaman deməyək ki, bunun yaradılışı, bu niyə görə var, bu nəyə ehtiyac var? İnan ki, həmin şey olmasa bu dünyada, bu aləmdə, inan ki, çox şey dəyişər. Çox böyük biz fəsadlarla qarşılaşarıq. Çünki biz ötən mövzuda da qeyd etdik. Failin özü, yəni işi görənin özü üstün olduğu üçün onun feili də, yəni hərəkəti də, işi də üstündür. Allah üstündür, bəli onun yaratdıqları da üstündür. Onun yaratdıqları da üstündür. Və çox zaman biz Quran ayələrini oxuyanda qarşılaşırıq. Misal üçün mən bir ikisini qeyd edəcəm. Və dini olmayan şəxslər də bizə bunu irad tuturlar ki, deyir ki, misal üçün Quranın bir ayəsində deyir ki, Allah Taala canı alandı, bir ayəsində deyilir ki, Allah Taala mələk göndərib. Deyir buna münasibətiniz nədir? Misal üçün oxuyuram ayəni, Zümər surəsinin 42-ci ayəsində əziz Allahımız buyurur, Allah ölənlərin canını ölüm anında alır. Yaxşı. Digər bir ayədə Ənam surəsi 61-ci ayəsində əziz Allahımız buyurur, nəhayət sizlərdən birinə ölüm gəldiyi zaman elçilərimiz onun canını alırlar. İndi sual yaranır ortalıqda. Allah alır canı, yoxsa ölüm mələyi alır canı? Cavab nədir? Hər ikisində onsuz da Allah alır. Hər ikisində Allah alır. Çünki o mələyə belə o vəzifəni verən kimdir? Allah Taaladır. Yəni mütləq qüdrət və qüvvət sahibi kimdir? Allah Taaladır. Bizlər, mələklər, cinlər, insanlar kimdə nə varsa bu müvəqqətidir. Aradan gedəndir. Yəni o ki verilib ki, misal üçün ölüm mələyinə gedib canı alsın. Bu nədir? Müvəqqətidir. Və bunu bizə Allah verib. Və hər bir şey də Allahdadır. Bizdə nisbidir, Allahda mütləqdir. Yaxşı, onsuz da o mələk belə canı alsa, yenə elə Allah almış sayılır. Çünki o mələyə o vəzifəni verən, o belə deyək ki, o iş üçün icazəni verən kimdir? Allah təbarək və təaladır. Və yaxud da ki, Quranda başqa bir ayədə oxuyuruq. Şəfaət bütünlüklə Allaha məxsusdur. Başqa bir ayədə isə belə buyurulur. Onun izni olmadan heç bir şəfaətçi yoxdur. Və yaxud da başqa bir ayədə onun qarşısında izin verdiyi kəslərdən başqa heç kimin şəfaəti fayda verməz. İndi Allahdır şəfaətçi yoxsa peyğəmbər? Allahdır. Mütləq Allahdır. Amma nisbi formada həm də peyğəmbərdir. Çünki Allah Taala deyir ki, peyğəmbərə müraciət edin. O həm də şəfaətçidir. Yaxşı. Belə. Ümumi mövzular belə idi. Mən toxundum. Tövhidlə bağlı, tövhidin mərtəbələri, mərhələləri ilə bağlı. İnşallah ki, gələn mövzuda da biz bunu davam etdirərik. Sizi də yormaq istəmirəm. Kimin nə sualı olsa inşallah ki, buyurar. Ya Allah. Allah. Sağ olun. Allah sizi qorusun. Allah sizi var eləsin daim. Sualınız var mövzu ilə bağlı? Mövzu inşallah bəli. Hə, göndərəcəm. Hə, nəsə sual yaransa yazar. Yaxşı, qrupa yazın, qrupda aktiv olun. Əbəlfəz qardaş deyəsən, getdən əsgərliyə? Yox, getməyib hələ.
Paylaşmışdınız, dedim yəqin gedib əsgərliyə. Yox, getmədim. Möhlət veriblər 6 ay. Salamatçılıqda əsas. Problemi çıxdı. Problemi çıxdı, 6 ay möhlət veriblər. Allah şifa versin. İnşallah. Təşəkkür edirəm. Var olasınız. Məni izlədiniz, dinlədiniz. Allah sizi qorusun. Allah elminizə bərəkət versin. Allah sizdən razı olsun ki, təmənnasız şəkildə öyrədirsiniz bizə də. Var olasınız. İnan ki, özüm oxuduqca özümə də çox şeylər aydın oldu. Elə bilirsiniz, bilirsən necədir? Özüm o məşğul olduqca görürəm ki, mənim də həyatımda çox şeydir. Ay sağ ol. Ay sağ ol. Elmi və bərəkət. İnsan həqiqətən həyatımda çox şey dəyişir. Bu mövzularla tanış olduqca. Quranın var ha, bax Quran-Kərimdə belə bir xüsusiyyət var, onu da qeyd edeyim. Bax məsəl üçün bir ayəni oxuyursan ha, başqa bir şey başa düşürsən. Sabahlar həmin ayəni oxuyanda başqa bir şey başa düşürsən. Elə bir hər gün bir mənadır da. Ona görə o bir dənə kitabda neçə əsrlik bir Romalıqda həyatlar yazır oradan, neçə illər. Bəli. Bir dənə kitab. Bir dənə mövzu var. Deyir, qədim Romada 30 minə yaxın bir Allah insanlar elə 30 minə yaxın Allaha ibadət ediblər. Məsəl üçün su Allahı, günəş Allahı, yer Allahı, əkin Allahı, biçin Allahı. Belə mütəfəkkirlərdən biri vardı, qəşəng bir dənə söz demişdi. Belə də lağlağı mənasında. Demişdi, Allahların sayı çöldəki insanların sayından çoxdur. Məsələn, təsəvvür edək də, o bir insan Maradonu düşünürəm, deyirəm ki, bu insanda çox həqiqətən qəribədir. Yəni gör neçə dənə Allaha bunda əslində bir növ bu da bir potensial tələb eləyir. Biz bir Allaha misal üçün onun vaciblərinə güclə əməl eləyirik. Bunda 30 min dənəsinə əməl eləyirik. 30 dənə. Vallahi. Belə sağ olun, salamat qalın. Gecəniz xeyirli qalsın inşallah. Təşəkkür. Sağ.